Saat 10:48'dir. Biz Həsənqaya kəndinin içində Gəncə batalyonunun qarşısındayıq. Uşaqlar döyüşdən qabaq siyahadan keçirlər. Yoxlanışdı. Öyle geç almamışam. Şəhərə geçsən xəbərdar olur. Aşk koruyor. Hamımıza salam dua deyin. Kardeşlere. Her yer burası. Allahın köməkliyindən hamınız sağ-salamat evinizə, işinizə qayıdın. Allah sizə Şuşanın o bulaqlarından su içməyə qismət eləsin. Sağ ol. Buranın bir qəsət yoxdur. Sıyır, xəqanli. Yavaş ya. Bura yaş orada bakma, buranı ver. Ne ya? Ne tanışır? Var ki elemesini görmedim. Ama iyi sağlıklı. Yaxından təkilməyək. Bozqur xəstəsidir. Başlayaq mı? Bozqurun komandiri. Sen danış biz eşiret ya, biz danışıp sağlık. Qarabağdan təqib gəlir. Laf fəala gidirik. Bozqur getdiyimiz görsənəcək. Bozqurun dastası birinci yerə çıxdı da. Yaxşı komandadır. Buraya çalıyor. Quruluş batalyonudur. Tərtər rayonunun. Bu batalyon uşaqları indi burada toplaşmaqda. Döyüş qabağı instruksiya alırlar. Öz komandirlərindən. Bak sen bir yapma. Tamam, kim komandir? Ramiz hanım Ramiz. Var mı? Ramiz. Lan döyüş qabağı təəssüratlarınız verin. Gözde hanım. Yaşılı malımlarımız orada buradan. Gözde hanım. Allah qoysa erməninin kökü kəsmək. Məqsədimiz budur. Ağrı nə var ki? Bura yığışan hamısı kəsim şeylər qalıb. Yası yer. Danışsan yaxşı danışsan. Hücum gözləyirik, bəli. İndi pozisiya hazırlaşırıq. Texnikalar irəlidədir. Allah qorusun mal. Mağdakətlər görüşər. Allah qoysa. Hələ orada o dalda qalan qardaşlarımıza evlər, qaçanlara evlər tutacaq. Allah qoysa. Bəli. Dağıtmaq yox, da özləri gedir. Hücum əmri verilmişdir. Biz